Azərbaycandan Ermənistana növbəti jest. Bakı yenə İrəvana yardım etdi. Kanala abunə olub video bəyənməyi unutmayın. Azərbaycan ərazisi vasitəsilə Rusiyadan Ermənistana taxıl daşıması davam edir. Labin Fars xəbər verir ki, Bakıdakı Biləcəri stansiyasından Ermənistana ümumi çəkisi təxminən 490 ton olan buğda yüklənmiş 7 vaqon yola salınıb. Qeyd edək ki, Azərbaycan 2025-ci ilin oktyabr ayının sonunda Ermənistan üçün öz ərazisindən yük tranzitinə qoyulan məhdudiyyəti aradan qaldırdı. Bundan sonra Rusiya ilə Ermənistan arasında bir sıra məhsulların daşınması Azərbaycan üzərindən həyata keçirildi. Məlumata görə indiyədək Rusiya istiqamətində Azərbaycan ərazisi vasitəsilə Ermənistana təxminən 35 min ton taxıl, 6 min ton gübrə, 133 ton alüminium və 68 ton qarabaşaq yaraması çatdırılıb. Bununla yanaşı Azərbaycanın Ermənistana neft məhsulları ixracı da davam edir. Hazırda Ermənistana 10 min tondan çox dizel yanacağı, 979 ton AL92 markalı benzin və 2955 ton AL95 markalı benzin ixrac edilib.